bədəndə bəzən müşahidə olunur ki, hər şey yaxşıdır, normadadır. Ayağın bir nahiyəsi var ki, orada ancaq piy toxumu var. O da belə yumru ələ gələn bir şey belə olur. Nə kimi olur da. Mən heç bilməzdim, amma məndə var imiş belə bir şey. Mən həkimə gedəndə mən başa düşmürdüm ki, bu nədir. Mənə dedilər ki, narahat olma, bu piy toxumasıdır, yığılır, belə də qala bilər. Bu hər yerdə ola bilər. Ola bilər, bəli. Mənə maraqlıdır. Məsələn, o piy toxumaları gedə bilir, hansı ki belə yumru Deməli, mənim şəxsən öz təcrübəmdə belə bir hadisə baş vermişdi. Təxminən 8 il qabaq mənə dedilər ki, bir masajist var. Çox gözəl masaj eləyir. Antiselülit masajı. Tipa ayaqları çox qəşəng bir formaya gətirir və s. Həmin dövrlərdə elə hormonal problemlərimin olduğu dönəm idi. Mən də dedim ki, masajist qoy çağırım, biraz mənə ayaqlarımı falan masaj eləsin. Xanım mənə masaj elədi bir 10-15 seans. Bilirsiniz necə bir görüntü yaranmışdı? Dediyiniz elə bir hissə, ayaqlarımın bir hissəsində, hər iki hissəsində özdə daha doğrusu, sağda da, solda da, sağda səhv eləmirəmsə çox idi. Bir topa, bir piy qalmışdı orada, belə yumru. Yəni ayaqdan bayağı seçilirdi o. Başa düşdünüz? Seçilir ki, burada nəsə var. Nəsə var. O bildiyin görünürdü. O məni çox narahat elədi. Yəni əslində səhv texnika ilə elədiyi bir şey idi. Nəsə elə bir ki, elə bir yığıb aparmışdı orada. Nəsə belə bir şey kimi yaranmışdı orada. Mən illər boyunca onu apara bilmirdim. Nə bilim masaja digər aparatlar, nə bilim nələr. O qədər şey sınayırdım və mən həmin illərdə kilomu çox normal saxlayırdım, düşürtmürdüm belə deyim. Axırı düz mən keçən il, belə deyim 2 il əvvəl daha doğrusu, mən istədim ki, biraz da bədənimi qurudum da, belə deyək. Onu qurudanda artıq o getdi. Yəni o boyda mənim nə bilim düşüncələrim ki, nə bilim aparat bəlkə kömək elədi. Çünki bilirsiniz kimlə oturursan deyir ki, falan şey var, o insanda yaranır da, qadın olaraq bizdə daha çox. Amma gördüm ki, elə yenə də idman elədi onu və sağlam qidalanma yenə onu apardı. Aparmaq olur. Bax indi çox yaxşı bir yerə gəldi əslində sizdə də bu var masajlar, var ki, aparatla arıqladılar özlərini. Heç nə eləmir. Uzanır aparat arıqladır onu. Yəni bu nə qədər produktivdir. Aparat kosmetologiyası. Mən bunlarla çox belə deyim, türklərin sözü içli dışlıyam, yəni bilirəm çoxsunu. Bir çoxlarını tövsiyə eləmirəm, amma həqiqətən də bəzi aparatlar var ki, dəstək olur. Yəni bu demək deyil ki, səni super fit bir vəziyyətə gətirir, amma çox böyük bir dəstək rolunu oynayır. Məsələn, idmanla məşğulsan, qidalanman da yerindədir. İstəyirsən ki, biraz da sürətlənsin, aparatdan istifadə edə bilərsən. Amma bəzi aparatlar var spesifik olaraq məsələn, liposaksiya əməliyyatı keçirmiş xanımlara çox gözəl bir effekt verir. Çünki liposaksiyadan sonra xanımlarda çox böyük bir ödəm şişkinlik yaranır da, dəhşətli bir dərəcədə. Məsələn, var spesifik aparatlar ki, məhz o ödəmi şişkinliyi çox qəşəng aparır. Yəni hər birinin təyinatı ayrıdır, amma sırf yəni bu səni arıqladacaq, bu sən bura böyüdəcək, ora balacalaşdıracaq elə şey yoxdur. Bəs bu liposaksiya danışırıq. Liposaksiya bədəndən yağları çəkir də. Buna münasibətiniz necədir? Bu düzdür, düz deyil? Belə deyim, hər bir insanın şəxsi seçimidir. Burada mən heç kimin belə deyim, işinə qarışa bilmərəm. Təbii ki. Amma həddindən artıq ağır bir əməliyyatdır, çox ağır bir əməliyyatdır və ondan bərpa olunma dönəmi. Məsələn, bəzən qadınlar, daha çox qadınlarda, yəni mən kişilərdə çox az halda eşitmişəm ki, liposaksiya əməliyyatına girsin. Qadınlar deyir ki, qısa yoldur. Məsələn, eləyirəm və istədiyimi alıram. Amma heç də o qısa yol deyil. Əməliyyatdan sonraki bərpa periodu, yəni mən gözümlə görmüşəm insanlarda ki, nə dərəcədə ağrılı və ağır bir dönəm olur. Nə bilim, qan köçürülür, nə bilim, qan itkisi yaranır. Bədəndə o dərəcədə ağrılar olur ki, yəni ən güclü, ən belə axırıncı etapda olan ağrı kəsicilərlə bu insanlar həmin dönəmi keçirirlər və ondan sonra da çox böyük bir aylar ərzində, təqribən bir 6 ay kimi ödəm
aşırı ödəm olur, aşırı. Yəni normal bir formada, yəni artıq belə deyək də, əməliyyatdan sonra nisbətən normal görüntüyə gəlmək üçün təqribən 6 ay dönəm lazımdır. Amma bu 6 ay əslində yəni ağrısız, daha rahat eləmək olardı. Eləmək olardı. Hansı ki, olar. daha yüngül Təbii ki, keçsin. yəni yüngül keçirir. Əməliyyat eləmirsən də, idman elirsən, qidalanmağa Axı diqqət zaten edirsən. sən 4-5 ay şiş ödəm olacaqsansa bunu idman eləsən. Yəni onu deyirəm də, yəni o dərəcədə ağrılı bir perioddur ki, insanlar düşünür ki, qabağa düşdüm. Amma yəni qabağa düşdüm. Sadəcə burada həkimlərin çox yaxşı bir rolu var. 40 dəqiqəlik əməliyyat deyirlər. Heç nə yoxdur 40 dəqiqəlik əməliyyatda, amma həkimlər üçün o çox sadədir. Onlar artıq o qədər əməliyyat edirlər ki, insan kimi baxmırlar da, elə bir konstruksiya kimi baxırlar ki, açdım, tökdüm, düzəltdim. çünki ağrını çəkir axı. reklam olunur 40 dəqiqəlik əməliyyat, amma göstərilmir ki, onun altında nələr Nələr var, yatır. təbii ki, Əslində, yəni o da bir reklam olunsa, onlar da bir işıq üzü göstərər. Göstər, çox, İnsanların əksəriyyəti inanmıram İnanılmaz ki, dərəcədə yəni çox deyirəm ona də, yəni. razılıq verərlər.